İndiyanacan turşuya təxmiri qulaza dəyibdir. Turşuya təxmiri yəni qədim turşusu, yəni nənə turşusu. Hər nə qədər yeyəsən dadından doya bilməyəcəksən. Turşuya təxmiri بدون sirçə آماده olur və کلی də xəvası vardı. Onların ki yubusatı vardı, dəstgah qovarişləri, rudelərinin müşkülü vardı, ya sistemi immuniye bədənləri çox zəifdir. Bu turşunun hamısı həll olacaqdır. Faqat kafede cülçələmi, yörçöçünü, xiyari, kərəfsi və tamam məvaddı ki kəpşində biləcə yazmışam. Təmiz yubub qoyasınız 2 saat qalsın kənarda kamilən suyu çəkilsin və qurusun. Sonra soyduğunuz əndazədə doğrayıb. Bu arada bir dənə gözəl xəbərim var restoranlarlara, furuşgahlara, hypermarketlərə, kafe shoplara və qəzaهای خانگیه. تاتل فود همراه رستوران‌های موفق sizlerin kenarındadır. Faqat şəbə yəldiyazan fürsətiniz vardı. Vارد سایت تاتل فود olasınız və ثبت نامlarınızı انجام verəsiniz. Faqat 5% komisyonla. Tamam məvaddımızı təmiz və quru qaba doldurub, əvvəldə göyün, sonra bu cür məvaddan doldurandan sonra soyla duzu da ki qoymuşuq kamilən qeynəmişdi və kənarda qalıb soğumuşdu. Dolduracaq turşumuzun üstünə və ağzı möhkəm bağlayıb qoyacaq 7 gün qaranlıq və sərin yerdə qalsın ta turşumuz yetişsin. Bu postu yolla əziz dostlarıma və seyv elə ki yadından çıxmasın.